Ümumilikdə Ermənistan yanacaq doldurma məntəqələrində aparılan yoxlamalar yanacağın keyfiyyəti və az doldurulması ilə bağlı bir sıra pozuntular aşkar edib. Azərbaycandan ithal olunan benzinlə bağlı heç bir keyfiyyət problemi aşkar edilməyib. Türkistan.az məlumat verir ki, bunu Ermənistanın Bazar Nəzarəti Təftiş Orqanının rəhbəri Armen Kotolyan cümə günü keçirilən mətbuat konfransında bildirib. O bildirib ki, ithal olunan partiyalardan yanacaq nümunələri Ermənistanın Milli Standartlaşdırma və Metrologiya Mərkəzində laboratoriya müayinəsindən keçirilib. Nəticələr benzinin keyfiyyətinin Avrasiya İqtisadi Birliyinin texniki tələblərinə uyğun olduğunu göstərib. Heç bir keyfiyyət pozuntusu aşkar olunmayıb deyən Kotolyan qeyd edib ki, yanacaq doldurma məntəqələrində aparılan yoxlamalar vaxtı satılan yanacağı mənşə ölkəsinə ayırmırlar. Hatırladaq ki, ötən ilin dekabr ayında 10 illiklər ərzində ilk dəfə olaraq Ermənistana Azərbaycan benzini çatdırılıb. Gürcüstan ərazisindən tranzit olaraq 1200 ton neft məhsulları daşınıb. Yanvarın əvvəlində Azərbaycan Ermənistana yeni bir yük göndərib. 6100 ton benzin və 1500 ton dizel yanacağı.